Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Bugün Biləcər qəsəbəsində 2 mərtəbədən ibarət 2 maşınlıq həyətə daxil olur. 5 otaqlı 2 mərtəbəli bir villamız satışa çıxıb əziz izləyicilərimiz. Buyurun baxın. Şəxsi evdir. Buyurun baxın. Evimiz əşyalı satılır. Tam mərkəz bir yerdədir. Tam mərkəz. Biləcərin mərkəzində yerləşir əziz izləyicilərimiz. Monolit betonla inşa olunubdur. Şəxsi evdir. Bu həyətimizdə hamam sanuzeridir həyət üçün. Evimiz kürsülüdür. 5-6 daş kürsüdür. Buyurun baxın. 2 maşın rahat daxil olabilir. Daxil olur evimizə. Buyurun baxın əziz izləyicilər. Bura giriş hissəmizdir. Stiponla inşa olunubdur. Tam təmirli bir evdir. Bura mətbəxdir. Evimiz əşyalı satılır. Buyurun baxın. Çox gözəl zövqünə inşa olunmuş bir evdir. Pəncərəsi öz həyətinə baxır. Monolit betonla inşa olunubdur. 5 otaqdan ibarətdir. Bura birinci mərtəbədə hamam sanuzer. Sanitar qovşağı buyurun baxın. Bura bir otağımızdır. Pəncərələr hər tərəfdən açıqlıqdadır. Yəni pəncərənin qabağını kəsən nəsə bir şey yoxdur. Bura yola baxır. Bura qonaq otağımızdır əziz izləyicilərimiz. Buyurun baxın. Qonaq otağımız da genişdir. Bir daha deyirəm, evimiz tam mərkəzdədir. Tam mərkəzdə. Əşyalı satılır. Buyurun baxın. Bura qonaq otağımızdır. 5 otaqdan ibarətdir. Evimizin ilkin qiyməti 185 min manat ev sahibi tərəfindən deyilir. Real müştəriyə endirim olunacaq. Bura pilləkənin altıdır. Banka balon yığmaq üçün. Qalxırıq ikinci mərtəbəyə. Buyurun baxın əziz izləyicilər. Bura ikinci mərtəbədir. Girən kimi sol tərəfdə bir dənə geniş yataq otağıdır. Buyurun baxın. Buradan da pəncərəsi hər tərəfdə həyətə baxır. Yəni evin pəncərələrin qabağın kəsən nəsə heç bir müayinə yoxdur əziz izləyicilərimiz. Üzürlü sayın, bu ikinci mərtəbədə heç yaşayış yoxdur deyən. Ona görə də burada balkon hissəsidir də balkonu baxmıram. Buyurun baxın əziz izləyicilərimiz. Burada hamam sanuzerdir. İkinci mərtəbəni. Görürsünüz mü? Heç istifadə də eləməyiblər. Burada bir yataq otağımızdır əziz izləyicilərimiz. Yataq otağı demək olmaz, elə qonaq otağı boydadır. Qonaq otağı, aşağıdakı birinci mərtəbənin qonaq otağı boydadır. Yəni bu gördüyünüz əşyalar hamısı qalmaq şərti ilə 185 min manat ev sahibi tərəfindən deyilir. Real müştəriyə endirim olunacaq. Sizin də satışda əmlakınız varsa bizə müraciət edin. Sizin əmlakınızın satışına biz köməklik göstərək əziz izləyicilərimiz. Buyurun, sağ olun. Allah ev olmayanlara gözəl evlər qismət eləsin inşallah. Buyurun, zənginizi gözləyirik.